bir dəyişən y dəyişəninə işarə etsəm, OD də deməliyəm ki, y olmalıdır. Onda belə yazaq. Deməli, BO bərabərdir OD-yə, o da bərabərdir y-ə. Bunu qeyd elədik. Sonra baxaq görək bizdə nədən istifadə edə bilərik ki, elə eləyək ki, AC-ni tapaq deyir. Əvvəlcə bu paralelogramda 2 dənə üçbucağa baxacam, diaqonalların ayırdığı 2 üçbucağa ki, əsas bizə hansı üçbucaq lazım olacaq? BC, D üçbucağı. Fikir verək bu üçbucağa. Bu üçbucaqda baxıram ki, M nöqtəsi var. M nöqtəsi nəyin mərkəzində yerləşir, onu tapmaq lazımdır. Baxıram, M nöqtəsi 2 dənə düz xəttin kəsişmə nöqtəsidir. Hansılar ki, biri BN-dir, BN və CO düz xətlərinin kəsişmə nöqtəsidir M nöqtəsi. Bunu müəyyənləşdirdik. Bəs BN düz xətti, yəni bu BN düz xətti və CO düz xətti haqqında nə deyə bilərəm? Bunlar necə düz xətlərdir? Baxıram ki, BN şəkildə CD tərəfini yarı-yarı bölübdür, x-x-yə bölüb. Əgər tərəfi yarı bölürsə, demək ki, mediandır. Deməli, BN mediandır. Eyni qaydada OC-də. Yenə də baxıram ki, tərəfi yarı bölüb. Hansı tərəfi? BD tərəfini yarı-yarı bölüb. Y-x-yə bölüb. Demək ki, OC də nədir? Mediandır. Bunu müəyyənləşdirdik. Yaxşı, 2 dənə mediandır. 2 dənə medianın kəsişmə nöqtəsində duran hərf də M hərfidir. Deməli, M medianların kəsişmə nöqtəsidir. Biz də bilirik ki, medianların xassəsi necə idi? Medianlar kəsişir. Hansı nisbətdə? 2-nin 1 nisbətində. Deməli, nə yazaram onda? Bizim medianlarımızın kəsişmə nöqtəsi olacaq 2-nin 1 nisbəti. Bizə lazım olan tərəf AC tərəfi, diaqonaldır. Onda mən AC-nin üzərinə irəliləyəcəm. İndi gəlin baxaq AC-yə. Əgər mediandırsa, deməli MC-nin MO-ya nisbəti OC-də mediandır, düzdür? Onda belə yazaram. MC-nin O-M-ə nisbəti bərabərdir 2-nin 1-ə nisbəti. Düzdür? MC-nin də özü verib də 6-dır. Onda MC 6-dırsa, aydın məsələdir. OM neçə olmalıdır? 2/1 nisbətdir. Gərək OM də olsun 3. Deməli, OM-i tapdıq, 3 oldu. Buraya yazıram 3. Rəssalam. Onda burada müəyyənləşdirə bilərəm ki, OC-nin uzunluğu nə qədərdir? OC median oldu. 6-ın 3-ün cəmi eləyəcəksəm 9. Bizdən də istəyir AC-ni tapın. AC də yenə də diaqonalın digər yarısıdaq. Deməli, AO da deməli 9 olacaq. OC də 9 olacaq. Çünki dedik ki, diaqonallar kəsişir və kəsişmə nöqtəsində yarıya bölünür. Deməli, AO da 9-dur. OC-ni də artıq tapmışıq 9-dur. Onda ümumi bizdən istədiyi AC diaqonalı nə qədərdir? 9 üstəgəlsin 9, 18. Deməli, AC bərabərdir 18 olacaq. Bu da belə.